Bir dəfə Peyğəmbərə Həzrət Əli ərz elədi ki, ya Rasulallah, dua elə Allah məni bağışlasın. Əli əleyhissalam belə bir adam idi. Allah da neynəsin bir bəndəsi üçün Kəbə evində dünyaya gətirib. Allahın evində. Peyğəmbər tərifləyir, Allah tərifləyir, Peyğəmbərin yatağında uzanıb, bir zərbəsi insan və cinin ibadətindən üstündür, ömrü ibadətdə keçib, bu qədər fəzilət sahibi Peyğəmbər deyir ki, xutbə oxuyur, baxır Həzrət Əliyə ağlayır. Deyir, ya Rasulallah, Allah sizi ağlatmasın, niyə ağladınız? Peyğəmbər buyurur ki, Əli, elə bil gözümlə görürəm, bu insanların ən bədbəxti sənə zərbə vurub və aldığın qanı, saqqalı qızardıb. O məsum Əli, o Əli ki, Allah onu o qədər sevir, tərifləyir, sualına bax, deyir, ya Rasulallah, mən müsəlman kimi öləcəm, mən imanla dünyadan köçəcəm, nə deyəsən, necə ifadə eləyəsən Əli əleyhissalama məhəbbəti, sevgiyi, gör kimdir, nə şəxsiyyətdir bu?